Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanın geridə qoyduğu mənzərə dünyanı dəhşətə gətirib. Yer üzündən silinmiş şəhər və kəndlər, məhv edilmiş təbiət, ölüm saçan mina sahələri. O zaman bu dəhşətli mənzərəni görən bir çoxunun ağlına belə gəlməzdi ki, cəmi 5 il sonra buralarda yenidən həyat qaynayacaq. Daşı daş üstə qalmayan evlərin yerində müasir binalar ucalacaq. Geniş yollar, körpülər, dəmir yolları çəkiləcək, hava limanları tikiləcək. Bugün isə bunların hamısı reallıqdır. 44 günlük Vətən müharibəsi zamanı zəfərin əldə olunmasında həlledici rollardan birini hərbi əməliyyatların vahid komandanlıq altında sistemli, əlaqələndirilmiş şəkildə aparılması oynamışdı. Azad edilmiş torpaqların dirçəldilməsi də eyni yanaşmanı tələb edirdi. Elə bu səbəbdən qələbədən cəmi 2 həftə sonra 2020-ci il noyabrın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün müvafiq sərəncamla əlaqələndirmə qərargahı yaratdı. Vaxt itirmədən hədəflər müəyyən edildi. Ərazilərin minalardan təmizlənməsinə, tam yeni, müasir infrastrukturun yaradılmasına, şəhər və kəndlərimizin müfəssəl planlarının hazırlanması və bərpasına başlanıldı. Bu müddət ərzində həyata keçirilmiş işlərin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısının iştirak etdiyi tədbirlərin sayına nəzər salmaq kifayətdir. 569 tədbir, müxtəlif təyinatlı 177 layihənin təməl qoyma mərasimi, 167 obyektin və infrastruktur layihəsinin açılışı, müharibədən sonra Azərbaycanın qarşısında dayanan ilk çağırış, minalarla çirkləndirilmiş 100 minlərlə hektar ərazinin təmizlənməsi idi. Eyni zamanda yol, işıq, su, qaz, rabitə və digər zəruri infrastrukturun yaradılması təxirə salınmaz fəaliyyət tələb edirdi. Bütün bunlar mina təmizləmə işləri ilə əlaqələndirilmiş və demək olar ki, paralel şəkildə həyata keçirilib. Prezident İlham Əliyevin azad olunmuş ərazilərə ilk səfərləri zamanı efirdən izlədiyimiz dağılmış, palçıqlı yollar artıq tarixdə qalıb. İndi vətəndaşlar bu yerlərə geniş şaxələnmiş və keyfiyyətli yollarla gedib gəlirlər. Bütövlükdə açıqlanmış statistika göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidən qurma işləri sürətinə və miqyasına görə bəlkə də dünyada yeganə presedentdir. Cəmi 9 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının inşası, növbəti il Zəngilan aeroportunun açılışı, dağ relyefinin yaratdığı çətinliklərə baxmayaraq qısa müddətdə daha bir beynəlxalq hava limanının Laçında istismara verilməsi beynəlxalq təcrübədən nadir nümunələrdən sayılır. Eyni zamanda Bərdədən Ağdam istiqamətində dəmir yolunun inşası təmin edilib. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu xəttinin istismara verilməsi isə ən qısa zamanda mümkün olacaq. İnfrastrukturun yaradılması ilə yanaşı, şəhər və kəndlərin bərpası və inşası istiqamətində görülən işlər də diqqət çəkir. Artıq neçə ildir ki, demək olar hər gün keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının şahidi oluruq. Bugünə olan məlumata görə artıq işğaldan azad edilmiş ərazilərdə 62 min insan yaşayır, işləyir və ya təhsil alır. Artıq bərpa edilən yaşayış məntəqələrində yeni məktəblər, Xankəndi şəhərində isə həm də Qarabağ Universiteti fəaliyyət göstərir. Cəmi 5 il əvvəl təsəvvür etmək çətin idi ki, tezliklə Ağdam Sənaye Parkında istehsal olunan məhsullar Bakıda və digər şəhərlərdə satılacaq və ya şöhrəti ilə dünyaya səs salmış şəfalı isti su yenidən Kəlbəcərdə qablaşdırılaraq ixrac ediləcək. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı və turizm potensialının istifadəsi istiqamətində işlər görülür ki, bunun da ilkin nəticələri real həyatda hiss olunmaqdadır. Təbii ki, bütün nəticələrin aynası statistikadır və 5 il hesabat dövrü olduğu üçün əlaqələndirmə qərargahı həm görülən işlərlə bağlı müfəssəl statistik məlumatları, həm də öz planlarını ictimaiyyətlə bölüşüb. Görünən odur ki, Böyük Qayıdış proqramının qarşıdakı illərdə daha geniş vüsət alması üçün əlverişli zəmin yaradılıb. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını öz gücü ilə işğaldan azad etdiyi kimi, şəhər və kəndlərimizin bərpasını da mümkün qədər qısa zamanda başa çatdırmaqda qətiyyətlidir. Özü də heç bir kənar yardım gözləmədən.